Deməli, burada bizə CO və oksigenin qatılıqlarını verib, sürət verib və biz tapmalıyıq ki, sürət nə qədər dəyişib. Deməli, görürük ki, CO-nun qatılığı 0,4-dən 0,6-ya gəlib. Yəni, burada 1,5 dəfə artım baş verib və CO-nun əmsalı 2 olduğuna görə, yəni 1,5-in üstü 2 dəfə sürətin artması baş verib. Çünki qatılıq sürətlə düz mütənasibdir. Bu şəkildə yaza bilərik bunu. Oksigenə baxırıq. Oksigenin qatılığı 2 dəfə azalıb. Oksigenin də əmsalı 1 olduğuna görə onu bu şəkildə yaza bilərik. 1 bölünsün 2. Çünki burada azalma baş verib. Azalma olanda artıq kəsrlə yazırıq. Və oksigenin əmsalı 1 olduğuna görə, yəni bunun üstü 1 elə 2-də 1 eləyir. Buradan hesablama aparırıq ki, 1,5-in kvadratı, yəni 2,25 böləndə 2-yə alınır 1,125. Yəni sürət 1,125 dəfə artıb. Sürət əvvəl 16 vurulsun 10 üstü -3 idi. 1,125 dəfə artdı. Yəni doğru cavab eləyəcək 18. Yəni artıb, sürətimiz oldu 18 vurulsun 10 üstü -3.